Herkese salamlayıram dostlar. Bugün sizlərlə birlikdə 9-cu sinif dimin nouns bölməsini işləyəcəyik. Keçək ilk sualımıza. Choose the line of nouns in the singular. Bizdən təkdə olan isimləri istəyir. Baxırıq. Lecture, frog, feet. Feet bilirik ki, cəmdədir. Foot'un qarşılığıdır. Leaf, mouse, person. Bu cavabımız qalır. Keçir C variantı. Food, sheep, police. Police həmişə cəmdə olan isimlərdən topludur. Geese, news, people. Geese tək qarşılığı goose-dur, amma bizdən singular istəyir deyə, cəmdir deyə gedir. People da həmçinin. Tease, phonetics, progress. Tease də cəmdə olan isimdir. Tooth, teeth, diş, dişlər. Cavabımız qalır leaf, mouse, person. Leaf yarpaq, mouse siçan, person insan. B variantı. Keçirik ikinci sualımıza. Choose the nouns in the plural. Cəmdə olanlar istəyir. Money sayılmayan isimdir. Birinci variant gedir. Goose təkdədir, qaz. Geese onun cəm qarşılığıdır. Yuxarıda dediyimiz kimi. Bu da getdi. Mice cəmdədir, siçanlar. Mouse tək qarşılığıdır. Üçüncü deməli düzdür. Jeans, trousers bu kimi isimlər həmişə cəmdə olandır. 4. Advice. Advice sayılmayan isimdir, yəni təkdədir. 5 getdi. Məsləhət. Teeth dişlər cəmdədir. Qarşılığı toothdur, tək qarşılığı. Cavabımız 3, 4, 6 olacaq. D variantı. Keçirik üçüncü suala. Choose the nouns in the plural. Cəmdə olan isimlər istəyir bizdən. Geese, qazlar. Paper, kağız. Deməli, geese, qazlar. Tək qarşılığı goose-dur. Paper, kağız sayılmır. Trousers həmişə cəmdədir. Yuxarıda dedik. Lizard təkdədir. Clothes cəmdədir. 1, 3, 5. Geese, trousers, clothes. Cavabımız A variantı olacaq. Keçdik üçün dördüncü suala. Compound nouns deyir. Compound nouns mürəkkəb isimlərdir. Deməli, birinci sözümüz movement. Ment demişdik ki, düzəltmə ismin şəkilçilərindəndir. Bir cavab deyil. Demonstration. Bu Asian şəkilçisi düzəltmə şəkilçidir. Daha sonra snowman. Qardan adam. Bu bizim cavabımızdır. Snow, qar, man, adam, kişi mənasında istifadə olunur. Cherry tree. Albalı ağacı 2 sözdən ibarətdir. Compound nouns 2 və daha çox sözün birləşməsindən yaranır. Pen name də həmçinin 2 sözün birləşməsindən yaranır. Cavabımız 2, 4, 5-dir. Friendship-də isə ship şəkilçisi, leadership, friendship kimi sözlərdə şəkilçi kimi işlənir. Warship, spaceship kimi sözlərdə isə söz kimi, yəni gəmi kimi işlənir. 6 variant deyil. 2, 4, 5 bizim cavabımızdır. D variantı. Keçirik digər sualımıza. Choose the line of compound nouns. Yenə bizdən mürəkkəb isimləri istəyir. Newspaper, fireplace, bir də kingdom. Biz kingdom sözünü görürük ki, dom düzəltmə ismin şəkilçisidir və artıq onu sıradan çıxarırıq. A variantı gedir. Oilfield, butterfly, bir də headache. Bu cavabımız qalsın. Daha sonra schoolmate, friendship, seashore. Yuxarıda da dediyimiz kimi friendship sözündə sheep şəkilçi kimi istifadə olunur. Ona görə də bu sırada sayılmır. Tablecloth, economy, pen friend. Economy sözü sadə isim olduğuna görə bu sıradakı sözlərdə mürəkkəb sözlər sırasına sayılmır. Armchair, businessman, bir də actor. Actor sözündə də or düzəltmə şəkilçi olduğuna görə bu sırada da hamısı düzəltmə mürəkkəb sözlər deyil.
Baxırıq oil-filled, butterfly və headache. Bunlar hər biri düzəltmə sözlərdən, mürəkkəb sözlərdən ibarətdir. Keçdik compound nouns-a. Yenə də rainbow, railway, bir də airmail. Bu cavabımız qalsın. Rainbow düzəltmə, mürəkkəbdir, iki sözdən. Railway yenə də iki sözün birləşməsindən. Airmail bir də bunlar da iki sözün birləşməsindən yaranıb. Cavabımız A variantıdır. Bookcase, sunrise, leadership. Leadership sözü bayaq da dediyimiz kimi ship, leadership və friendship sözlərində şəkilçi kimi istifadə olunur. Ona görə də düzəltmədir. B variantı getdi. Englishman, bathroom, bir də development. Development sözündə isə meant düzəltmə şəkilçidir. Ona görə də bu sıranı da pozur. Homeland, cupboard, bir də brotherhood. Hood yenə də düzəltmə ismin şəkilçisidir. Bu da sıranı pozur. Handball, agreement, bir də servant. Agreement, meant, bir də servant. Bu ikisi də düzəltmə isimlərin şəkilçisi olduğundan bu sırada mürəkkəb isimlər sayılmır. Cavabımız A variantı. Keçirik 7-ci suala. Choose the line of nouns in the singular. Təkdə olan isimlər istəyir. Pepper, cotton, pencil. Aha, bu cavabımız qalsın. Aha, air, pen friends, kindness. Burada pen friends sözünü görürük. S cəmdədir. Kindness isə cəmə oxşuyur, lakin təkdədir. B variantı getdi. Pen friends sözünə görə. Iron, sportsman. Biz demişdik ki, mən tək, men isə onun cəmi, kişi, kişilər. Balls, water, information. Balls burada cəmdə istifadə olunub. Water və information sayılmayan isimdir. Sheep, meat, scales. Scales, tərəzi, cəmdədir. Y variantda getdi. 7-ci sualımızın cavabı A variantıdır. Scales sözü tərəzi sözünü bildirir və həmişə cəmdədir. Choose the line of nouns in the plural. Təkdə olan, cəmdə olan istəyir. Watches, mounts, luggage. Baxırıq. Luggage sözü yük sayılmayan isimdir. A variantı getdi. Heyə, scissors, teas. Plural istəyir. Heyə sayılmayan isimdir. Scissors və teas cəmdə olsa belə heyə sayılmayan olduğuna görə B variantı da düz deyil. Progress, news, police. Progress və news cəmə oxşasa da tək olan və sayılmayan isimlər olduğuna görə bu cavab da düzgün deyil. Money, trousers, advice. Money sayılmayan isimdir və advice da həmçinin sayılmayan isimdir. D variantı da düz deyil. Leaves, mice, photos. Leaves yarpaqlar, mice mouse'un cəm qarşılığıdır. Photos da S cəmdədir. Cavab Y variantı. Sualımızın izahına choose the line of nouns in the singular. Yenidən təkdə olan isimləri istəyir bizdən. Police cəmdədir, cattle cəmdədir, information təkdədir. Cavabımız A variantı gedir. B variantı watch, face, mouse. Baxırıq ki, hər üç ismimiz də təkdədir. Cavabımız B variantıdır. Keçək digər variantları da izah edək. Fruit, heyə, mice. Biz demişdik ki, mice sözü mouse'un cəm qarşılığıdır. Ona görə C variantı düzgün hesab edilmir. Arms, family, carrots. Burada arms və carrots hər ikisi cəmdə olduğuna görə bu variant da düzgün hesab edilmir. Team, litter, goods. Goods cəmdə olduğuna görə
hesab edilmir. Cavabımız B variantı. Keçdik 10-cu suala. Plural. Cəmdə olan isimlər istəyir bizdən. Flowers, geese, school. Flowers cəmdədir. Geese demişdik ki, goose'un cəm qarşılığıdır. School isə təkdə olduğuna görə A variantı düzgün hesab edilmir. Child, foxes, life. Child təkdədir, life təkdədir. Foxes cəmdə olsa belə bu variant düzgün hesab edilmir. Parrot, ants, bir də carpet. Parrot tutuquşu təkdədir. Ona görə də bu cavabımız da düzgün deyil. Oxen, text, shirts. Oxen cəmdədir. Ox qarşılığıdır, cəm qarşılığıdır. Text S artırılıb, shirts S artırılıb, cəmdədir. Cavabımız D variantı. Sentences, words, box. Box artıq təkdə olduğuna görə cavab hesab edilmir. Keçdik 11-ci suala. Plural istəyir bizdən cəmdə olanları. Mice, mouse'un cəm qarşılığıdır. Bunu demişdik. News sayılmır dedik. Geese, goose qarşılığı geese'dir. 3 düzdür. Piece, bir parça deməkdir. Getdi. Women, men, olanda demişdik ki, cəmdədir. Xanımlar, qadınlar. 5, 1, 3, 5. Child isə təkdədir. Cəm qarşılığı children olacaq. Cavabımız B variantı. Keçirik 12-ci suala. Yenə də bizdən təkdə olan isimlər istəyir. Feet cəmdədir. Foot'un cəm qarşılığıdır. 1 gedir. Advice demişdik ki, sayılmır. 2. Mice, mouse'un cəm qarşılığıdır. Luggage təkdədir. Sayılmır. Scissors demişdik ki, qayçı sözü həmişə cəmdədir. Və information sayılmır. 2, 4, 6. Sayılmayan isimlər də tək olurlar. C variantı. 13-cü suala. Choose the line of compound nouns. Mürəkkəbləri istəyir bizdən. Sportsman, bir də kindness. Ness demişdik ki, derivative nouns düzəldən şəkilçidir. A variantı gedir. Development, gentleman. Ment, derivative noun düzəldən şəkilçidir. B getdi. Football, actress. Burada da actress derivative noundur. Postman, agreement. Ment, derivative nounun şəkilçisidir. Armchair, iki sözdən düzəlib. Bir də bathroom. Bu da iki sözün birləşməsindən düzəlib. Cavabımız Y variantı. Keçirik 14-cü suala. Compound nouns istəyir bizdən. Railway, bir də kingdom. Biz demişdik ki, dom düzəltmə isim şəkilçisidir. Yəni derivative noun şəkilçisidir. A variantı deyil. Postman, development, ment düzəltmə isim şəkilçisidir. B. Happiness, ness düzəltmə isim şəkilçisidir. Bookshelf, policeman. Bookshelf, baxaq, kitab rəfi. Policeman, polis şəxs olaraq göstərir burada. D variantı düzdür. Information isə düzəltmə olduğuna görə Y variantı da düzgün cavab sayılmır. Choose the line of compound nouns. Compound nouns istəyir bizdən. Ice cream, pen name, bir də kingdom, dom demişdik, düzəltmə ismin şəkilçisidir. Ice cream dondurma, pen name qələm adı, hairbrush daraq, timetable cədvəl, salesman satıcı. B variantı doğrudur. Hər ikisi də iki sözün birləşməsindən yaranıb. Development, ment olduğuna görə düzgün deyil və picture sadə sözdür. Film star, workroom, bir də foundation derivative noundur. Gedir. Headmaster, brotherhood,
Bu da derivative noun olduğuna göre düzgün cevap B variantı olarak qalır. Keçdik 16-ya. Compound nouns istəyir bizdən. Gentleman, forehead, bir de freedom. Freedom biz dedik ki dom derivative nounun çəkicisidir. A variantı değil. Toothpaste, movement derivative nounun çəkicisidir. Bir de writer derivative noundur. Chairman, toothbrush, penknife. Bu cevap qalsın. Traffic light, hostess derivative noun var burada. Waiter, rainbow, childhood, waiter ve childhood. Düzgün cevap C variantı olarak qalır. Chairman, toothbrush, diş fırçası, penknife. Sualımıza bizden possessive case'de olan cümləni istəyir. Düzgün şəkildə istifadə olunmur. Correct. Aha. Baxırıq. This man's luggage was very heavy. Baxırıq ki, bu cümlədə uzlaşma ilə və yaxud da ki, apostrof s-in istifadə edilməsi ilə bağlı hər hansı bir problemimiz yoxdur. A variantı düzgün variantımızdır. Keçək o birisi cavablara baxaq. This man deməli, burada artıq uzlaşma problemi var. Uzlaşma problemi dedikdə nəyi nəzərdə tuturam? This və mən. This cəmdə olan işarə əvəzliyidir. Mən isə təkdədir. Bir kişini bildirir və ona görə də cəm işarə əvəzliyi ilə tək isim istifadə olunması düzgün deyil. Keçdik ikinci C variantına. Zət mən görürük ki, burada uzlaşma problemi yoxdur. Lakin bizim burada problemimiz S apostrof məsələsidir. Biz demişdik ki, man, women kimi isimlərdə hansı ki kökündən dəyişirlər, onlarda apostrof S istifadə olunur. S apostrof yox. Ona görə də cavabımız C variantı deyil. This man's luggage. Burada yenə uzlaşma problemi yaranır. Bayaq dediyimiz kimi. Burada isə sadəcə tək işarə əvəzliyi ilə cəm isim istifadə olunub. D variantı getdi. This man's burada da yenə də eyni şəkildə apostrof S problemi var ki, yəni S-dən sonra apostrof yox, apostrof S istifadə olunmalıdır. A variantında isə this man uzlaşma problemi yoxdur və eyni zamanda da apostrof S-dən istifadə olunub. Düzgün cavabımız A variantıdır. Keçirik 18-ci sualımıza. Aha. Choose the line of nouns in the singular. Yenə də bizdən tək də olan isim istəyir. People, goods, clothes cəmdədir. Clothes, paltarlar. Feed, sportsman, petrol, feed cəmdədir. Women, men cəmdədir. Police, bu özü də cəmdədir. Hostess, traffic, air. Hostess, traffic, air. Burada artıq hostess təkdədir. Traffic və air sayılmayandır. D variantı cavabımızdır. Tees, trousers, soap. Tees, trousers cəmdə. Soap, sabun sayılmır, amma cavabımız D variantıdır. Keçdik 19-cu suala. Bizdən düzgün variantı istəyir. Aha, the bird's nest. Burada hər hansı bir problem görmürəm. Bird təkdədir və apostrof S istifadə olunub. 1 düzdür. 2, bayaq da izah elədiyim kimi women sözündən sonra kökündən dəyişdiyinə görə S apostrof yox, apostrof S istifadə olunur deyə ikinci variant səhvdir. A child's toy. Child təkdədir və bunun cəm qarşılığı children'dır. Ona görə də bundan sonra S artırmaq düzgün deyil. Apostrof S artıracağıq. Üçüncü də səhvdir. The man's sweater. The man's apostrof S düzgün istifadə olunub. Düzdür. Workers demək işçilərin. Aha. S apostrof istifadə olunduğuna görə Y variantı doğrudur. Burada apostrof S də istifadə olunsaydı bu arada doğru hesab ediləcəkdi. Aha, indi keçək o birisi suala. 20-ci sual. Deməli, correct variantı istəyir bizdən. Children's toys.
Biz dedik ki children sözünə s artırılmır. Children zaten özü cəmdədir. Bu səhvdir. Men's suit. Men üstünə s apostrof artırmırdıq. Demişdik ki Deer's tracks. Burada hansı bir səhv görmürəm. C variantı. Burada apostrof ümumiyyətlə yoxdur. Ona görə də cavabımız C variantıdır. Aha. Ship sözü isə sayılmadığına görə, daha doğrusu s əlavə edə bilmədiyimizə görə ship sözünə və artiklesız həmişə cəmdə olduğuna görə s apostrof yox, apostrof s istifadə olunur. D variantı da səhvdir. Keçdi 21-ə. Aha. Women's clothes. Burada hər hansı bir problem görmürəm. Apostrof s istifadə olunub. 1 düzdür. Children's rooms. Yenə də apostrof s istifadə olunub. Kökündən dəyişən isimdir. Üzərinə apostrof s gələcək. Men's caps. Baxın. Burada artıq s apostrof olduğuna görə səhvdir. Sheep's wool. Yenə də s apostrof olduğuna görə üzərinə heç vaxt bunun s gələ bilmərik. Səhvdir. Sportsman clothes. Artıq burada hər hansı bir problem görmürəm. Mənin üzərinə apostrof s gəlib və cavabımız 1, 2, 5 Y variantıdır. Düzdür. Choose the line of compound nouns. Bizdən istəyir mürəkkəbləri. Seafood. Aha. Cloakroom. Bir də tradition. Burada artıq tradition bizim sıramızı pozur. A variantı səhvdir. Inkpot, matchbox, bir də salesman. Bu bizim düzgün cavabımızdır. Inkpot. İki sözün birləşməsindən yaranıb. Matchbox və salesman iki sözün birləşməsindən yaranıb deyə cavabımız B variantıdır. Application burada C variantı sıranı pozur. Bathroom və oil-filled compounddur. Attendance, society, seashore. Burada attendance və society sözləri attendance derivative, society simple noundur. Project, burada da project sözü bizim sıramızı pozur. Cavabımız B variantı. Keçirik. Aha, keçirik 23-cü suala. Choose the compound nouns. Yine bizdən mürəkkəb istəyir. Waitress burada derivative noundur. Playground və babysitter bu sıraya uyğun gəlsə də waitress sıranı pozur. A variantı səhvdir. Butterfly, childhood, spaceship. Bayaq dediyim spaceship sözü burada artıq ship ümumiyyətlə shiplə bağlı ümumiyyətlə sizə qaydan demişdim ki, spaceship, worship olanda compound sayılır. Lakin friendship, leadership olanda derivative sayılır. Burada compounddur. Lakin bizim sıramızı burada childhood pozur, uşaqlıq. Hood derivative nounun şəkilçisidir. Bathhouse, workroom, salesman. Cavabımız bu düzdür. Bathhouse, workroom və salesman. Hər biri iki sözün birləşməsindən yaranıb. C variantı düzgündür. Burada yenə brotherhood pozur bizim sıramızı. Burada isə freedom bizim sıramızı pozur. Aha. Keçirik. Aha. Keçirik 24-cü suala. Choose the line of compound nouns. Yenə bizdən mürəkkəbi istəyir. Sportsman, snowball, football. Aha. Burada hər hansı bir problem görmürəm. Sportsman, snowball, football hər üçü daha doğrusu iki sözün birləşməsindən yaranmış mürəkkəb isimlərdir. A variantımız doğrudur. Baxaq digər nə problemimiz var? Burada artıq nephew sözü sadədir.
Airport ve seaport compound olsa da nifi sözü sıranı pozur. Dictionary, tease, birthday. Burada baxın, dictionary və tease bu sıranı pozmaqdadır. Tease ümumiyyətlə sadədir. Dictionary mürəkkəb. Strengths, newspaper, classmate. Newspaper, classmate bunlar compound olsa da bizim artıq strengths sözümüz sıramızı pozur. Duty, settlement, playground. Duty, simple, settlement, derivative. Y variantı səhvdir, daha doğrusu. Bəli. Cavabımız olur A variantı. Keçirik. Choose the compound nouns. Frenchman, German. Compound noun istəyir bizdən. Frenchman compound ama German sadədir. A variantı səhvdir. Development, meant, derivative nounun şəkilçisidir. Toothbrush, spaceship. Bayaq sizə izah elədiyim spaceship compounddur. Toothbrush da bildiyimiz kimi compounddur. Cavabımız C variantı. Appointment, meant, derivative noun şəkilçisidir. Neighborhood, hood, derivative noun şəkilçisidir. Hardship, yenə də hardshipdə də leadership və friendship kimi biz dedik ki, çətinlik sözüdür burada. Yəni burada gəmi ilə əlaqəsi yoxdur. Yəni derivative noun olacaq. Burada hər ikisi də artıq derivative noundur hətta. Keçirik 26-cı. Compound nouns istəyir bizdən. Spaceship və airmail. Spaceship kosmik gəmi compounddur. Airmail də həmçinin compound sayılır. A variantı doğrudur. Information, fireplace. Information bizdeki derivativedir. B variantı səhvdir. Moonlight, movement, meant, derivative noun şəkilçisidir. Leadership, handshake, leadership. Burada yenə də derivative noun şəkilçisidir. Sportsman, Norman. Biz dedik ki Norman, German kimi sözlər simple sayılır. Ona görə də cavabımız olur A variantı. Bəli, keçirik 27-ci suala. Bizdən possessive case istəyir. The women's clothes were fashionable. Burada artıq baxırıq ki, women S apostrof düzgün cavab deyil. Çünki biz demişdik ki, kökündən dəyişən isimlərdə apostrof S istifadə olunur. S apostrof yox. Və daha sonra gözümə burada dəyir 3-cü children's room. Biz demişdik ki, yenə də children sözü də kökündən dəyişən isim olduğuna görə və children zaten cəmdə olduğuna görə ona S artırmağa ehtiyac olmadığına görə apostrof S istifadə olunur. Yəni 1 və 3-cü belə deyək, cavablarımız səhvdir. Keçək 2 və 4-ə baxaq. There will be a surprise party at John's. At John's nə deməkdir? Yəni John Gildə. Bu artıq düzgün şəkildə istifadə edilmişdir. Və burada da we had to answer the policeman apostrof S istifadə olunub deyə düzgündür. 2 və 4 bizim düzgün cavabımızdır. Choose the pair of nouns in the plural. Cəmdə istəyir. Bread, doors. Bread, çörək sayılmır. Orange shirt. Shirt təkdədir. Snow səhvdir. Seaman cəmdə olsa da snow sayılmır. Zebras, eggs. Bu artıq düzgündür. Ice cream isə sayılmır. Cavab E variantıdır. Plural istəyir bizdən. Aha. School, child. Hər ikisi də təkdədir. Police, ball. Ball təkdədir. Cake, sofas. Cake təkdədir. Man, book. Book təkdədir. Games, mice. Siçanlar və oyunlar. Daha doğrusu oyunlar və siçanlar. Cavabımız D variantıdır. Keçirik B variantına. Choose the nouns in the singular. Bizdə nə istəyir? Təkdə istəyir.
Dishes, dishes cəmdədir. Pianos, S var, cəmdədir. Oil, təkdədir. Food, təkdədir. Hen, təkdədir. 3, 4, 5. Cavabımız B variantı. Keçirik. 31-ci suala. Yenə də bizdən compound nouns istəyir. Sand castle, qumdan qala. Birinci düzdür. Çünki iki sözün birləşməsindən yaranıb, düzdür. Wisdom, dom, derivative noun şəkilçisidir. Novelist, ist, derivative noun şəkilçisidir. Toothpaste, bu isə artıq iki sözün birləşməsindən yaranmış mürəkkəb isimdir. 1, 4. Baxırıq. Yenə də bizdən mürəkkəb istəyir. Compound. Servant, derivative noundur. Rainbow, göy qurşağı, mürəkkəbdir. Darkness, derivative noun şəkilçisidir. Statesman, statesman artıq compound noundur. İki sözün birləşməsindən yaranıb 2, 3. Cavabımız Y variantıdır. Choose the pair of nouns in the singular. Bizdən nə istəyir? Tək də istəyir. Meal, flour. Burada hansı bir problem görmürəm. Yemək və gül. O variantını seçək, keçək o birisi variantlara baxaq. Window glasses. İ-əsi görürsünüz də burada. Bu plural. Umbrella, monkeys. S. Balls, S. Tools. Və cavabımız A variantıdır. Keçirik. Choose the sentence with the noun in the singular. Tək də istəyir. Pyjamas are green. My pyjamas are green. Bizə nə istəyir? Tək də istəyir. Pyjamas cəmdədir. This boy has get a great coat. Coat, palto, bir dənədir. Article istifadə olunur. Buna görə cavabımız B variantı düzgündür. Keçək digərlərinə baxaq. Bananas, children like bananas. Cəmdədir. The pillows, yastıqlar, are on the beds. Yataqların üzərindədir. Cəmdədir hər ikisi də. The guests, qonaqlar, have already come. Gəliblər, artıq gəliblər. Burada cavabımız B variantı olacaq. Choose the nouns istəyir bizdən. Nouns. Tourist, turist. Bir düzdür. Useful, faydalı. Sifət, faydalı. Necə? Faydalı. Brave, cəsur. Necə? Cəsur. Yenə də sifətdir. Decoration, dekorasiya. Nə? Dekorasiya. 1, 4. Cavabımız Y variantı. Compound nouns istəyir bizdən. Hairbrush, daraq. Bir düzdür. Sandstorm, iki sözün birləşməsindən yaranıb qum fırtınası. Və warship, müharibə gəmisi. 1, 2, 4. Bizdən compound nouns istəyir. Necessity derivative noundur. Suitcase, iki sözün birləşməsindən yaranıb. Teapot, yenə də iki sözün birləşməsindən yaranıb. 2, 3. Admittance, burada artıq yenə demişəm ki, derivative nounun şəkilçisidir. Raindrop, burada da iki sözün birləşməsindən yaranıb. 2, 3, 5. Weak, girl. Qan tapanca deməkdir. Weak, zəif, girl, qız. Weak, necə? Zəif. Burada bizdən istəyir nouns, isimləri. Bu sifət olduğuna görə A variantı getdi. Strong, necə? Strong, güclü. Toy, oyuncaq. Year, il. Burada artıq sıranı strong pozur. Etdi. Head, baş. Fluent, səlis. Stars, ulduzlar. Bizdən isimləri istəyir. Fluent, necə? Səlis.
səhv cavabdır. Game, dress, wood. Game oyun, dress don, wood taxta. Cavabımız D variantıdır. Hot isti, town şəhər, bir də tea çay. Hot necə? İsti. Keçirik 39-cu suala. Yenə bizdən isimləri istəyir. Wide geniş, short qısa, plan deməkdir. Wide və short necə? Qısa, necə? Geniş. A variantı səhvdir. Alike eyni və ya oxşar, necə sualına cavab verir. Advice king. Bunlar isimdilər. Məsləhət və kral. River çay, fish balıq, salty duzlu. Necə? Duzlu. C variantı səhvdir. Dusty necə? Tozlu. Necə sualına cavab verir? Yenə də sifətdir. Tooth, foot, dişlər və ayaq. Fire, shelter, fox. Ocaq, sığıncaq və fox, tülkü. Y variantı. Uncountable nouns istəyir bizdən. Sayıla bilməyənləri. River, sea, city. River, rivers ola bilir. Seas ola bilir. Ümumiyyətlə deyək ki, biz uncountable nounsları əzbərləməliyik. Yəni əzbərləməliyik. Bunları tapmaq üçün əzbərləmək ən rahat yoldur. Daha sonra keçirik. Water, juice, job. Water və juice sayılmır, okey, amma jobs sayılır. Ona görə B variantı deyil. Milk, butter, rice. Bu üç söz sayılmayan isimlərə aiddir. Uncountable'dırlar. Ona görə cavabımız C variantıdır. Keçirik 41-ci sualda. Yenə bizdən uncountable nouns istəyir. Burada da cavabımız knowledge, progress, ice olacaq. Biz demişdik ki, progress oxşaya bilər countable-a və cəmdə olan ismə. Lakin cəmə oxşayan, təkdə olan və sayılmayan isimlərə aiddir. C variantı doğru cavabdır. Baxırıq, məsəl üçün, burada food, fit olur, sing, sings olur, leaf, leaves olur, policeman, policeman olur, hammer, hammers olur. Cavabımız C variantıdır. Keçirik 42-ci suala. Possessive case istəyir bizdən. Yəli halda olan sözü. Write today's date on the board. Düzgün formada yəli halda işlənmiş cümlə. Today's date on the board. Burada hər hansı bir səhv görmürəm. Apostrof S istifadə olunub və doğru formada da istifadə olunub. Keçirik bir suallara. The story about a little boy. Burada artıq biz demişdik ki, apostrof S olması üçün yanında isim olması lazımdır. Amma baxırıq ki, burada isim istifadə edilməyib. Və cümləni tərcümə edəndə that story is about a little boy. Yəni, bu hekayə balaca oğlan haqqındadır. Biz apostrof S-dən sonra həmişə isim gəlməlidir uşaqlar. Onu yadınıza saxlayın. B variantı səhvdir. Let's go to the theater tonight. Demişdik ki, let's olanda bu heç vaxt possessive case deyil. C variantı da səhvdir. Henry yanında got olanda da possessive case deyil. D variantı da səhvdir. The weather yenə də yanında biz dedik ki, isim olmalıdır. Varmı isim? Xeyr, yoxdur. The weather is very cold today. Burada artıq xəbərli şəkilçisidir. Ona görə də isdir. Ona görə də cavabımız A variantıdır. Keçirik 43-cü suala. Choose the correct variant istəyir bizdən. Yəni yenə düzgün variant seçməliyik və bu da possessive case ilə bağlıdır. Children's books. Mən bayaq izah elədiyim ki, children sözünün yanında apostrof S olur, çünki kökündən dəyişəndir. Kökündən dəyişən isimdir. 5 days trip. Biz demişdik ki, 5 üzərinə, məsəl üçün, birdən başqa digər 2-dən yuxarı digər ədədlər üzərinə gələndə ismin yanına S artırırıq da cəmdə olduğuna görə. Və cəmdə olan ismə possessive case əlavə edəndə apostrof S yox, S apostrof istifadə olunur. Ona görə də bu səhvdir. 2 səhvdir. 2 weeks journey. 2 week
Burada da eyni formada görürsünüz ki 2 həftədən söhbət gedir və apostrof s istifadə olunub. S apostrof olmalıdır. Cavab 3 səhvdir. My parents' house. Aha, burada artıq görürük ki, my parents deyəndə iki valideyni nəzərdə tutur və s apostrof istifadə olunması normaldır. 1, 4 bizim cavabımızdır. Choose the correct variant istəyir. Bizdən yenə də düzgün cavabı possessive case'dir görürük ki. This writer's books. Baxın, mən bayaqki tapşırıqda da uzlaşmanı göstərdim sizə ki, cəmdə olanda bizim şəxs daha doğrusu işarə əvəzliyimiz də cəmdə olmalıdır. Təkdə olanda da təkdə olmalıdır. Əgər biz baxırıq ki, writer s varsa, bu demək ki, yazıçıların kitabı. Və əgər bu yazıcı sözü cəmdədirsə, bizim işarə əvəzliyimiz də cəmdə olmalıdır. Ona görə də bu səhvdir. Yəni these olmalıdır. Bu. That man's car. Burada artıq uzlaşma görürük ki, tam doğru şəkildə edilibdir. The Smith's house. Biz demişdik ki, bir ailədən danışanda apostrof s götürürük. My children's school, yenə də bayaq dediyim kimi children kökündən dəyişən isim olduğuna görə, apostrof s istifadə olunur. Cavabımız 2 və 3'dür. Choose the nouns in the plural. Bizdən istəyir cəmdə olanları. World, mice, kings. Burada bizim sıramızı world sözü pozur. Deer, women, spade. Burada bizim sıramızı görürük ki spade sözü pozur. News, advice, clauses. News ve advice sayılmayandır. Mail, fish, traffic. Burada yine fish cəmdə istifadə olunur. Lakin mail və traffic təkdədir və traffic sayılmayandır. Police həmişə cəmdə. Feet, footun tək qarşılığı. Scissors da həmişə cəmdə olur. Cavabımız Y variantı. Keçirik 46-cı suala. Singular istəyir bizdən. Aha. Deməli, wind, oxen, year. Biz dedik ki, oxen cəm qarşılığı oxendir. Wind külə, year il. Bags, cat, boxes. 2 dənə cəmdə olan isimimiz var burada. Bu da səhvdir. Idea, head, mice. Idea singulardır, head singulardır. Amma mice mouse'un qarşılığıdır. Ona görə də bu səhvdir. Juice, milk, flour. Burada artıq hansı bir problem görmürəm və bunlar sayılmayan isimlərdir. Uncountable nouns'dır. Iron, shirts və balls. 2 dənə plural var. Bu sırada düzgün deyil. Cavabımız B variantı. Keçirik 47-ci suala. Aha. Yenə də bizdən compound nouns istənilir. Seaside 2 sözün birləşməsindən yaranıb, dəniz kənarı. Disagreement, meant, derivative nouns'dur. Brotherhood, yenə də hood derivative noun'un şəkilçisidir. Schoolmate, schoolmate, məktəb yoldaşı. Yenə də 2 sözün birləşməsindən yaranıb. Certificate, artıq bu söz bizim compound noun sözümüzə əlavə edilə bilməz. Çünki compound nouns'da 2 sözün birləşməsindən yaranır. Yəni cavabımız 1 və 4'dür. Choose the nouns in the plural. Cəmdə olanları istəyir. Economics. Biz demişdik ki, economic sözü də progress kimi, news kimi cəmdə görünür, amma təkdədir və sayılmır. Policeman cəmdədir gördüyünüz kimi. Men. Waitress təkdədir.
Women cəmdədir və scissors da həmişə cəmdə olan isimlər bizədir. 2, 3, 4. Waitress ofisiant xanıma deyilir bu arada. 2, 4, 2, 3, 4. Cavabımız B variantı. 9-cu sualımıza bizdən compound nouns istəyir. Yenə də underground iki sözün birləşməsindən yaranır. Tsunami sadə sözdür. Collection sadə sözdür. Painkiller iki sözün birləşməsindən yaranır. 1 və 3. Cavabımız A variantıdır. Və 50-ci sual bizdən soruşur təkdə olan isimləri. Money, journey, gifts. S görürük, pluraldır, səhvdir. E'ya water, carrots. Burada sıranı carrots pozur, pluraldır. Sugar, salt, bread. Bunlar hər üçü də uncountable nounsdur. Yadda saxlayın, əzbərləyin hətta. Wet, brush, goods. Goods. Cəmdədir. Place, beds, cəmdədir. Floor. Cavabımız C variantıdır. Bugünlük bu qədər dostlar. Suallarınız olsa şərh bölməsinə yaza bilərsiniz və videonun davamı üçün like atmağı və abunə olmağı unutmayın. Sağ olun.